Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün müsahibə mərhələsində soruşula biləcək psixoloji sualların izahını verəcəm. Bir neçə sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri bizim Müsahibədən Qızıl Qaydalar adlı vəsaitimizi əldə edə bilərsiniz. Ətraflı məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq müsahibə vəsaitimizi əldə edə bilərsiniz. Bundan əlavə olaraq müsahibəyə bizim canlı dərslərimiz Zoom proqramı üzərindən tədris olunur. Dərslərimizdən yararlanmaq istəyirsinizsə 051 644 31 54 nömrəsinə yazaraq dərs qruplarımız haqqında da ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, bir şagird dərsdə çox nəzakətlidir və lakin tənəffüslərdə digər uşaqlara təzyiq göstərir. Müəllim olaraq bu davranışı necə müəyyən edər və necə müdaxilə edərdiniz? Bu sualın cavabını belə verərdik ki, yalnız dərsdəki davranışa əsaslanaraq nəticə çıxarmazdım. Çünki ola bilər ki, dərsdə özünü nəzakətli apara bilər, amma digər vaxtlarda, dərs prosesindən kənar vaxtlarda, tənəffüsdə başqa formada özünü apara bilər. Biz bunu tənəffüsdə müşahidə aparmalıyıq. Özümüz də müşahidə aparmalıyıq. Ola bilər ki, növbəti müəllimlərdən də dəstək alıb, onun davranışı ilə bağlı fikir mübadiləsi apara bilərik. Şagirdlərin də məlumatlarını nəzərə alardım. Davranış təsdiqlənərsə, o zaman şagirdlə fərdi söhbət aparar, davranışın səbəbini öyrənməyə çalışaram və müsbət davranışın formalaşdırması üçün əlimdən gələni əsirgəmərəm. Daha çox bunu deyək ki, dərsdəki davranışının tənəffüs vaxtında sərgilənməsini təşviq edərdim. Keçək növbəti suala. Deyir, valideyn sizdən öz övladına digər şagirdlərdən fərqli münasibət göstərməyinizi istəyir. Siz əgər rədd etsəniz, rəhbərliyə şikayət edəcəyini bildirir. Bu halda necə davranarsınız? Əslində sakit və peşəkar davranmaq lazımdır. Valideynə izah edərəm ki, müəllim bütün şagirdlərə bərabər və ədalətli yanaşmalıdır. Şikayət etmək sizinsə öz hüququnuzdur, şikayət edə bilərsiniz. Lakin mən etik davranış qaydalarına və məktəbdaxili qaydalara uyğun olaraq fəaliyyət göstərirəm və göstərəcəyim də. Bu, valideynin diqqətinə çatdırmaq lazımdır ki, sizin övladınız digər şagirdlərdən üstün deyil. Hər kəsə bərabər şəkildə yanaşılır məktəb mühitində. Amma şikayət etmək istəyirsinizsə, o sizin hüququnuzdur, şikayət edə bilərsiniz. Müəllim olaraq da məktəbdaxili qaydalara və etik davranış qaydalarına uyğun hər bir şagirdlə davranacağınızı valideynin diqqətinə çatdırmaq lazımdır. Sonra deyir ki, əgər hiss etsəniz ki, şəxsi problemləriniz dərsdə qərarlarınıza və şagirdlərin davranışına təsir etməyə başlayır, bunu necə idarə edər və peşəkarlığınızı necə qoruyardınız? Müəllim ümumi olaraq şəxsi problemləri peşə fəaliyyətindən ayırmağa bacarmalıdır. Elə bir vəziyyət yaranarsa, hiss edərəmsə, o zaman emosiyalarımı idarə etməyə çalışaram. Çalışaram ki, bu şəxsi məsələləri məktəb mühitinə yaxınlaşdırmayaq. Dərs prosesi olsun, şagirdlərin davranışı ilə bağlı olsun. Həm əsəblərimi cilovlaya bilərəm, emosional olaraq vəziyyəti idarə edə bilərəm. Müəllim peşəkarlığını və etibarını qoruyan əsas prinsiplərdən biridir ki, öz şəxsi məsələləri məktəb mühitinə qatmamalıdır. Növbəti bir sual. Deyir, sinifdə nüfuzlu hesab olunan bir şagird
digər şagirdləri sizə qarşı qızışdırmağa çalışır və siz bunu hiss edirsiniz, lakin açıq sübutunuz yoxdur. Necə davranardınız? Tələsik burada nəticə çıxartmaq düzgün deyil və yaxud şagirdi ittiham etmək də düzgün deyil. Əvvəlcə müşahidələr aparmaq lazımdır sinifdə. Yəni sinifdə müşahidə apararam ki, vəziyyətin obyektiv qiymətləndirərəm. Sinifdə əsasən daha çox qarşılıqlı hörmət və əməkdaşlıq mühitini gücləndirərəm. Lazım gələrsə, bu öz təsdiqini taparsa, təkrarlanarsa, o zaman şagirdlə fərdi söhbət apararam. Davranış davam edərsə, yəni şagirdlə fərdi söhbət aparıb, onun bunu nədən etdiyini soruşaram. Çalışaram ki, ədalətli bir yanaşma burada tətbiq edək və daha çox hörmət və əməkdaşlıq mühitini gücləndirmək lazımdır ki, şagird buradan dərs alıb daha da bu hallara yol verməsin. Növbəti sual deyir ki, iki şagird eyni hadisə ilə bağlı tamamilə zidd ifadələr verir. Hər ikisi özünü haqlı hesab edir. Ədalətli qərar vermək üçün hansı addımlar atardınız? Hər iki şagird eyni yəni ümumi olaraq şagirdləri dinləmək lazımdır. Hər iki halda ayrı-ayrılıqda dinləyərəm. Sonra bu hadisə ilə bağlı şahidlər ola bilər. Onları dinləyərəm, onların fikirlərini öyrənərəm. Yalnız faktlara əsaslanıb qərar verərdim. Heç bir tərəfə üstünlük vermək olmaz. Emosiyalar deyil, obyektiv yanaşmaq lazımdır məsələyə. Məqsəd burada şagirdlərdə günah axtarmaq olmamalıdır. Problemin həll etmək və şagirdlər arasında barışıq yaratmaq olmalıdır əsas. Məqsədimiz bu olmalıdır. Növbəti bir sual. Deyir, dərs zamanı bir şagird qəfil sinifi tərk edir və qayıtmaq istəmir. Digər şagirdlər təşvişə düşür. Həmin sinifin təhlükəsizliyini, həm də həmin şagirdin psixoloji vəziyyətini necə idarə edərdiniz? İlk növbədə sinifin təhlükəsizliyini də təmin etmək vacibdir. Yəni, ümumi olaraq sinifin təhlükəsizliyini də qorumaq lazımdır. Bu zaman məktəb psixoloqundan da yararlanmaq lazım olar. Şagirdi mütləq sakitləşdirmək lazımdır. Onunla fərdi söhbət aparmaq, davranışın səbəbini anlamağa çalışmaq lazımdır. Yeri gələrsə valideynlə də əməkdaşlıq etmək. Əsas məqsəd şagirdin emosional rifahını qorumaqdır, həm də sinifin təhlükəsiz və etibarlı mühitini saxlamaqdır. Yəni, burada məsələni araşdırıb, bu nədən qaynaqlanıb, ona uyğun, vəziyyətə uyğun davranmaq lazımdır. Bu günlük suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun, salamat qalın.